8 Mart. Kimisi üçün bugün bayram, kimisi üçünsə faciədir. 1927-ci il martın 8-də Orta Asiya Bürosunun birinci katibinin təşəbbüsü ilə 10 mindən çox qadın Səmərqənd meydanına çıxaraq çarşaflarını, Allahın əmrini çıxarıb nümayişkaranə şəkildə yandırıblar. Subhanallah. Növbəti 3 ay ərzində də 90 mindən çox qadın hicabdan imtina edib. Mənim nənəm də belə çadır örtürdü. Mənim də böyük nənəm 8 martda çadırasını yandırmışdı. Subhanallah, Allah qorusun. O gün qadınların özlərini rüsvay etdiyi, namuslarını yandırdıqları bir gündür. Baxın qardaşlar, bizim xanımlarımıza, analarımıza hədiyyə almağımız üçün, yaxşı davranmağımız üçün hər hansı bir günə ehtiyacımız yoxdur. Allah Rəsulü sallallahu aleyhi və səlləmdən soruşublar ki, ən çox gözəl rəftara, qayğıya layiq olan kimdir ey Allahın Rəsulü? Allah Rəsulü 3 dəfə buyurub ki, sizin analarınız. Subhanallah. Eləcə də Allah Rəsulü əlavə edib ki, sizin ən salihləriniz də xanımına qarşı gözəl rəftarı olandır. İçinizdə ən salih olan da mənəm. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm bizə yaxşı və salih olmağın formulunu öyrədib.